Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugünkü videozahda 5-ci sinifə aid 15 sualın izahını sizlərlə paylaşacağım. Burada da gördüyünüz kimi suallar. Birinci suallarla tanış olaq. Sonra başlayaq izahına. Deməli, bu suallara baxıb, bundan sonraki qarşınıza çıxan imtahanlarda, məsələn, İqtisadi Məntiqi Olimpiyadasında, yarı final mərhələsində qarşımıza çıxsa, daha sürətli reaksiya verə bilərsiniz. Diqqətlə qulaq assaz, sizin xeyrinizə olacaq. Başlayaq birinci sualdan. Deməli, birinci sualda ne deyir? ABC və MNK 3 rəqəmli ədədlərdir. Burada göstərilib və cəmi 1000-dir. ABC, MNK rəqəmləri sıfırdan fərqli rəqəmlərdir və bunların cəmini istəyir. Sıfırdan fərqli dediyi üçün bu ikisini sıfırı götürə bilməliyik. Məsələn, başqa bir şey fikirləşməliyik. Deməli, birinci fikirləşik, C-nin üstünə K gələndə 10 alınıb ki, burada 0 yazılıb bir yadda. Yəni, C üstünə K bərabər 10 alınmalıdır. Sonra fikirləşik ki, B-nin üstünə N gələndə 0 yazılıb. Deməli, 9 alınıb ki, B-nin üzərinə N gələndə 9 alınıb ki, bir yadda var idi, 10 yazılıb bura, 0 yazılıb. Sonra yenə bir yadda. A-nın üstünə M gələndə yenə 9 alınıb ki, bir yadda var və 10 alınıb burada. A üstənizin M də bərabərdir 9. Ayrılıqda buradakı rəqəmləri tapmadım. C-nin üstünə K gələndə 10, B-nin üstünə N gələndə 9, A-nın üstünə M gələndə 9 alınır. Və bunların cəmi də 10, 9, 9, 28. Yəni, bütün rəqəmlərin cəmi burada 28 alınır. Birinci sualımızın cavabı 28. Bu formada tapırıq. Yerinə ədədlər qoyub da tapmaq olar. Keçirik ikinci suala. İkinci sual biraz nisbətən daha çətindir. Çətin sual tipinə biraz anlamaq lazımdır. Diqqətlə oxuyaq. 1-dən 25-ə qədər olan natural ədədlər yan-yana aşağıda kimi yazılır. Yazılışı aşağıda kimi verilmiştir bu formada. İndi burada nöqtə-nöqtə o deməkdir ki, 12-dən sonra gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, sonra 13, 14, 23, 24, 25. Yəni axıra kimi boşluğu da tamamlamalısınız. Sonra Arif yuxarıda yazılan 41 rəqəmdən 36-sını silir və 5 rəqəm qalır. 5 rəqəmlərin yerləri dəyişmədən yan-yana yazılır və mümkün ən böyük ədəd əldə edilir. Bu ədədin rəqəmlərin cəmi neçə olur? Birincisi, biz o ədədləri bura belə deyim də, buradakı verilən ədədləri ard-arda biz də yazaq, yəni tamamlayaq boşluğumuzu. Burada yazacağım aşağıda. Boşluğu tamamlamaq lazımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Bunları tamamladıq. Daha sonra burada 41 dənə ədəd var. Yəni 41 dənə rəqəm var daha doğrusu. 36-nı siləcək, 36-nı siləcək və 5-i qalacaq. Həmin 5 ədəd yerləri dəyişmədən yan-yana yazılacaq. Bax, burada kimi. Və mümkün ən böyük ədəd alınacaq. Mümkün ən böyük ədədi tapmaq üçün bizim bu mərtəbəmiz, yəni təklik, onluq, yüzlük, minlik, 10 minlik, 10 minlik mərtəbəmiz daha böyük olmalıdır. Daha böyük yaratmaq üçün biz bilirik ki, 9 rəqəmini gətirib ora qoya bilərik. 9. Bunları silək onda. Bunları silsək 9 qalacaq. 9-dan sonra da daha böyük, yenə bu mərtəbədə, minliklər mərtəbəsi də daha böyük olmalıdır. Onda yenə də bunları sildim. Və yenə də 9-u saxlayıram burada. Baxın, 9-u silmədim, 9 qaldı. Burada da qaldı, burada da 9 qaldı. Sonra daha böyük rəqəm yerləri dəyişmədən deyir deyə mən geriyə qayıda bilmərəm. Geriyə qayıdıb 8-i götürə bilmərəm. Buradakı 8-i mümkün deyil. Məcbur yenə də davam etməliyəm. Silə-silə gedirəm. Ən böyük burada 4 görürəm. Baxın, 4. 4 mümkün ən böyük rəqəm. Sonra məcbur 2, çünki artıq 2 yer qalıb. 2 dənə də rəqəm qalıb. Sonra da 5. Bu bizim üçün yerləri dəyişdirmədən 41 rəqəmdən 36-sını silib 5-ini necə saxlaya bilərik? Bu formada saxlaya bilərik. Bu ədədin rəqəmləri cəmi neçədir? 9, 9, 4, 2, 5, yəni 99425 aldıq. Rəqəmləri cəmi 9, 9, 18, 18-in üstünə 4 gəlsək 22, 22-in üstünə 2 gəlsək 24, 24-ün üstünə 5 gəlsək cavab alınır 29. Cavab 29 olmalıydı. Hər bir sualı işləməmişdən öncə videonu saxlayıb siz özünüz də hesablayın, daha sonra cavabına baxsanız
daha yaxşı olar. Xatırlatma edim sizə. Hər videomda demək olar ki, bu xatırlatmanı edirəm. Keçirik 3-cü suala. 160 litrlik 2 bidonun birincisi 4'te 3'sü, ikincisini ise 8'e 5'i su ile doldurulur. Bu birinci bidon. 160'ın 4'te 3'ünü tapmalıyıq. 4'e bölüp 3'e vursaq 40, 120. Bu alınır 120 litr. Sonra ikinci bidon. Birbaşa yazdım. Məxrəcə bölüp sürətə vurdum. Sonra 160 litrli ikinci bidonun 160'ın 8'e 5'ini tapmaq lazımdır. Demək 168'e bölüsü 20, 5'e vursaq 100. Bu da 100 litre bidondur. İndi biz buradakı məsələn 120'dir, burada da 100 litrdir. Eyniləşdirmək üçün birinci bidondan ikinci bidona neçə litr su dökmək lazımdır? 120'den çıxırıq 100, 20 litr arada fərq var və 2'ye bölürük. Cavab 10 litr. 10 litr töksək birindən digərinə. İkisində də eyni olacaq. Niyə görə? Çünki məsələn gəlin həqiqətən baxaq. 120'den 10 çıxsaq 10 litr götürsək buradan qalacaq 110 litr burada. Bu 100'ün üzərinə də 10 gəlsək alınacaq 110 litr. Baxın eyniləşdi. Hər ikisinə 10 litr versək cavab 10 litr burada bu formada. Keçək digər suala. 4-cü sual. Aşağıdakı şəkil bir düzgün deməli 5 bucaqlı sonra burada düzgün 5 bucaqlı bir kvadrat və bərabər tərəfli 3 bucaqdan əmələ gəlib. Və burada gördüyümüz kimi kvadratın tərəfi həm 5 bucaqlının tərəfinə bərabərdir. Düzgün 5 bucaqlının bütün tərəfləri bərabərdir. Həm də kvadratın tərəfi 3 bucağın tərəflərinə bərabər olduğu üçün hamısı bütün xətlər bərabər santimetr. Yəni bərabər nə qədərdirsə eyni vahid altında düşündük. Bu düzbucaqlını qurmaq üçün eyni uzunluqda kibrit çöpləri istifadə edilir. Eyni ölçüdə kibrit çöpləri istifadə edilir. Eyni uzunluqda 2013 kibrit çöpü ilə aşağıdakı figurdan ən çox neçəsini əldə etmək mümkündür. Biz birinci fikir versək, neçə dənə kibrit çöpü var bir figuru düzəltmək üçün? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə kibrit çöpü lazımdır bir figuru düzəltmək üçün. Baxın, bu figuru düzəltmək üçün bütün xətlərini saydım. Buradakı bütün xətləri saydım. 10 alındı. 2013 dənə də kibrit çöpümüz var. 2013'ü bölürəm 10'a. Yəni birini düzəltmək üçün 10 dənə lazımdırsa, 2013 10'a böləndə deməli burada alınacaq 2 10 20, çıxanda 0, birincisində yoxdur. Qismətə 0 atırıq. 13'ün içində bir dəfə 10 qalıq 3. 201 aldıq. Yəni 201 dənə bu figurdan düzəltmək olar. 201 dənə 10 var. 3 qalıq, qalığı boş verək. Qalıq qıraqda qalacaq. Onlarla artıq düzəltmək olmaz. Ən çoxu 201 dənə bu figurdan düzəltmək olar. Keçirik suala, 5-ci suala. Deməli, verilən xanalara 1-dən 9'a qədər ədədlər ilə yerləşdirilməlidir ki, hər bir sətr, sütun və diagonal üzlə yazılan ədədlərin cəmi eyni olsun. Rənglənmiş hissələrdə olan 4 ədədin cəmi neçədir? Bu seyirli kvadratdır. Seyirli kvadratda hər bir sətr, sütun və diagonal sətr, 3 sətr var, 3 sütun var və 2 diagonal. Buradan belə ikinci diagonal. Yazılan ədədlərin cəmi eyni olmalıdır bizə deyir. Rənglənmiş hissədə olan 4 ədədin cəmi neçədir? Biz birinci bilməliyik ki, 1-dən 9'a kimi ədədlər varsa burada. Onda bunların hamısını toplayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunların hamısını toplasaq alınır 45. Burada bu cədvəldə bütün rəqəmlərin cəmi 45'dir. 3'ün isə kvadrat olduğu üçün sayılı kvadratda bu formada əldə edirik. 45'i bölük 3'ə bərabər də 15. Yəni hər bir sətr, sütunun və diagonalın cəmi 15 olmalıdır. Baxın 15. Bu üçün cəmi 15. Bu üçün cəmi 15. Sətr üzrə də bu üçün cəmi 15. Bu üçün cəmi 15. Bu üçün cəmi 15 və sütun üzrə, daha doğrusu diagonal üzrə də üçün cəmi 15 olmalıdır. Deməli, daha sonra nə fikirləşirik? Məsələn, bura ədədlər versəm özümdən. Deməli, x, y, m, n olsun. İndi fikirləşək. Buradakı bu üçünün cəmi. Baxın. X, y və 3'ün cəmi. X plus y
1 üst 3'ün cəmi 15 alınmalıdır. Yəni çünki bütün sətr sütun üzrə 15 olduğunu tapdıq. Deməli x-in y-in cəmi, x-in y-in cəmi 12 olmalıdır. 15-dən 3 çıxdı 12. Sonra necə fikirləşək? Belə fikirləşsək 3 üstənəlsin m üstənəlsin n bərabər də 15 olmalıdır. M üstənəlsin n bölüsü 3 bərabərdir yenə 15. Yəni sətr üzrə də 15 olmalıdır. Onda yenə m-in cəmin 12 tapırıq. 15-dən 3 çıxarıq. M-nə 12 qalır. Deməli m ilə n-in cəmi 12, x-lə y-in cəmi 12 olmalıdır. Mavi yerin bizdən nə istəyir? Mavi yerin rəngli hissələrdə olan 4 ədədin cəmini istəyir. Biz ağ hissələrdəki ədədlərin cəmini tapdıq. Ağ hissədə hansı ədədlər var? X plus y plus m plus n plus 3. Ağ hissədə olan ədədlərdir. X-lə y-i tapmışıq 12. M-lə n-i də tapmışıq 12. Deməli 12 sonraki 24 üstünə 3 gəlsək neçə alınacaq? 27. Ümumi kvadratın içərisində 45 olmalıdır. 45-dən 27 çıxsaq mavi yeri taparıq. O da alınacaq 8, 18. Yəni cavab A variantı. Cavab A variantı. Bu, belə deyim də, riyazi həlli. İndi isə içini dolduraraq da sizə göstərəcəm. İndi buradan siləcəm hər bir qeydimi. Digər yolla, yəni içini doldurmaqla da həllini qeyd edəcəm. Deməli, bunu silək. Əmənləri də silək. Təxmini düşünək hansı ədədlər ola bilər. Əgər qaydanı bilməsək, ədədlər qoyub tapa bilərik. Məsələn, bura 3-dür. 45-i yenə də 3-ə bölüb 15 tapmalıyıq hər bir sətr sütunu. Ümumi çünki ədədlərin cəmini 3-ün kvadrat olduğu üçün 3-ə bölməliyik. 15 və 15-i də 3-ə bölsək, ortadakı ədəd tapa bilərik 5. Ortadakı ədəd 5 isə bura 7 alınır. Sonraki ədədləri düşündüm. Bura 4 olsa, məsələn, 4, 5, 9, bura 6 olmalıdır. Çünki 9, 6, 15 eləyir. Burada 6, 7, 13, bura 2 qalmalıdır. Sonra 9 bura olmalıdır. 9 üstünə 2, 11, üstünə 4 gəlsək 15. 9 üstünə 5 gəlsək. Deməli, neçə alınır? 14, bura 1 qalır. Burada 8 qalır, səhv etmirəmsə. Hamısını baxsaq, baxın, sətr üzrə 15 rəqəmlərin cəmi. Sətr üzrə 15. Bu sətr üzrə 15. Sütun üzrə 15. Bu sütun üzrə 15. Bu sütun üzrə də 15 və diagonal üzrə də 15. Bu şəkildə. Tamamladıq və maviləri toplayıram. 9, üstənəlsin 2, üstənəlsin 1, üstənəlsin 6. Cəmi alınır, mavilərin cəmi 18. Bu şəkildə də tapa bilərik. Yolunu göstərdim. Keçirik 6-cı suala. Deməli, 6-cı sual. Nadir hər hansı tarixin rəqəmlərinin cəmini hesablayır? Məsələn, 1903. Hər hansı ilin tarixini hesablayır. Deməli, rəqəmləri cəmini hesablayır. Bu şəkildə il ərzində mümkün olan ən böyük cəm hansı olar? Biz birinci fikirləşsək, ən böyük cəm ayın 31 kimi düşünsək və belə deyim də, son ayımız 12 kimi düşünsək səhv olar. Çünki burada rəqəmləri cəmi kiçik olur. Rəqəmləri cəmi toplasaq 4, 4-ün üstünə 3, 7 alınır. Belə deyil ən böyük. Ən böyük deməli ay olaraq, yəni hansı gün olar? 29 olar. Çünki 2 ilə 9-un cəmi 11 alınır, daha böyükdür. Bundan daha böyük 1-dən 31-ə kimi rəqəmləri cəmi belə deyim də 29-dan daha böyük ədəd tapa bilmərsiniz. Sonra bir də ki, hansı ay, yəni 1-ci ay, 2-ci ay, 3-cü ay, 4-cü ay, yoxsa 12-ci ay kimi düşündük. 12 olmaz, daha kiçikdir, rəqəmləri cəmi 11 olmaz, 10 olmaz, rəqəmləri cəmi 1-dir. Amma 9-cu ay 09 ən böyükdür rəqəmləri cəmi. Ona görə 2909 kimi götürürük ayın tarixini və rəqəmləri cəmi edir 20. Bunların hamısını toplasaq. C variantı. Keçirik 7-ci sual. 7-ci sual nisbətən asandır. Burada ədəd qoyub, yəni yerinə tapmaq olar. 140 və 160-ın ortaq bölənlərindən ən birinci fikirləşdiyimiz məsələn 10 alına bilər. Mavinin yerinə 10 yazsaq, yaşıl alınır, qırmızı alınır. 140-ı 10'a bölsək 14, yaşıl da alınır. 160'ı 10'a bölsək 16. Gətirib yerində yazsaq, deməli 10 vurulsun. Yaşıl 16 idi. 16 çıxılsın 14. 16'dan 14 çıxsaq nötrizdə 2. 2'ni 10'a vursaq 20. B variantı. Bu nisbətən asan idi. Keçirik 8-ci suala.
Verilmiş bölmə əməlində B və C müxtəlif rəqəmlərdir. ABC ifadəsi ən böyük qiyməti ala bilər. Bizdən ən böyük qiymətini istəyir. Deməli, necə fikirləşirik? Birinci rəqəmlərdir. Bu sözə diqqət edirik. Rəqəm biz bilirik ki, 0-dan 9-a kimi ola bilər. Ən böyük rəqəmimiz 9-dur. B və C rəqəmdir. B və C müxtəlif rəqəmdir hətta. B və C müxtəlif rəqəmdir. ABC-ni ən böyük götürmək üçün B-ni ən böyük götürməliyik. Burada 9 rəqəm dediyi üçün 9 yaza bildik ən böyük. C müxtəlifdir deyə B ilə C. Məcbur 8 qalır və sonra gedib bölünəni tapırıq. Deməli, böləni burada böləni qismətə vurub 9 vurulsun 11 bərabər 99. 99-un üstə 8 gəlsək alınacaq 107. Yəni A 107-dir bölünən. Getdik digərlərini fikirləşməyə. İndi cəmini istəyir ABC-nin cəmi. ABC-nin cəmdə 107 üstəyərək 9 üstəyərək 8 alınır 124 B variantı. Keçirik 9-cu suala. Deməli 9-cu sualda ədəd oxu üzərində bu da asan sualdır. B çıxısının A-nı istəyir. Birinci ədəd oxu üzərində 0-dan 1 arasında neçə bölgü var? Ona fikir verməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissə var və A harda yerləşir? 1, 2, 3-cü yerdə 8-də 3. A-ya bərabərdir. A bərabər 8-də 3. Daha sonra B bərabərdir. Yəni 8 məxrəc. 1, 2, 3, 4, 5. 8-də 5. Və B-dən A çıxmalıyıq. Deməli 8-də 5-dən 8-də 3 çıxmalıyıq. Neçə alınacaq? 8-də 3 yazaq. 8-də 2. 8-də 2 onluq kəsrə çevirməliyik. İxtisar deyək birinci 2-yə. Deməli, alınır 4-də 1. 4-də 1 də onluq kəsrə çevirəndə burada yazım 4-də 1 25-ə vurmaq lazımdır. O da alınacaq 100-də 25. O da bərabərdir 0-dan 125. Cavab C variantı. Keçirik 10-cu suala. Standart 3 zər havaya atılır və üst üzə düşən ədədlərin hasılı tapılır. Üst üzə düşən ədədləri bura mən də yazım. Yəni zərin 6 üzü var. Atırsan hər hansı biri üstdə qalır. Üst üz. Məsələn burada 4 düşüb, burada 1 düşüb, burada 2 düşüb. Və hasil 72 olarsa üst üzə düşən ədədlərin cəmi ən çox neçə ola bilər? Hasil 72 necə ola bilər? Təbii ki, məsələn 72-nin sadə vurğularına bölsək 2-yə bölsək 36, 2-yə bölsək 18, 2-yə bölsək 9, 3-ə bölsək 3, 3-ə bölsək 1. Birinci hansı ədədləri fikirləşə bilərik. Məsələn, buradan qruplaşdırıb 4, 2 və deməli 4, 2 və 9 kimi, amma 9 olmaz. Bildiyimdə 9 standart sayının üzərində ümumiyyətlə 1-dən 6-ya kimi rəqəmlər olur. 1, 2, 3, 4, 5, 6. Sayının üzərində 6 rəqəm olur. Bu şəkildə standart sayının üzərində. Deməli, məsələn 72 alınmaq üçün necə düşünə bilərəm? 2-ni vurarıq. 6 vurulsun 6-ya. Məsələn, belə düşünə bilərəm. Çünki 6-nı 6-ya vursam 36, 36-nı da 2-yə vursam neçə alınır? 72 alınır. Başqa necə düşünə bilərəm? Məsələn, deməli 3-ü vurarıq 4-ə 12, 12-ni 6-ya vurarıq. 12-ni 6-ya vurarıq, yenə 72 alınır. Başqa necəsə fikirləşə bilərikmi? Onu düşünürəm. Başqa yəqin ki alınmayacaq. Burada bizə nə istəyir? Üst üzə düşən ədədlərin cəmi ən çox neçə ola bilər? Burada indi 3, 4, 6-nı götürsəm daha çox olar. Burada 13 deyir. 13 variantlar da var. Amma bu deyil. Burada 6, 6 və 2 düşsə rəqəmləri cəmi edir 14. Yəni biz burada üst üzə deməli 2, 6 və 6 düşsə hasil 72 alınacaq. Və cəmidə 14 B variantı ən böyük cavabımız. Bu da ola bilərdi, amma burada 13 alındı. 3, 4, 6 şəklində yazsaqdıq. Deməli, neçə alınacaqdır? 13 alınacaqdır, o da deyil cavab. Keçirik 11-ci suala. 11-ci sual. Deməli, bu maraqlı sual tiplərindən biridir. Deməli, aşağıdakı böyük kvadrat kiçik kvadratlara bölünür. Bu kiçik kvadratlardan biri yenidən 4 kiçik kvadrata bölünür və bu qayda ilə davam edir. Rəngli hissəyə uyğun kəsir aşağıdakılardan hansıdır? Rəngli hissəyə uyğun kəsir. Birinci, biz hamısını bu kiçik kvadrata bölməliyik. Bax, 4 yerə bölünüb gördüyünüz kimi.
Bu hamısını bölüb təxmini fikirləşməliyik burada. Hamısı eyni formada olsa, təbii ki, biz hesablama apara bilərik. Təbii ki, bir kiçik kvadrat 4 dənə burada var. Sonra 4 dənədən də 4 dənə, 16 dənə. Sonra 16-nı da 4-ə vursaq, burada 64 dənə var. 64-ü də 4-ə vursaq, 4 dənə varsa. 256 dənə kiçik kvadrat var. 256 dənə. Çünki baxın, burada 4 dənə var idi. Sonra 4-4-üm 16 dənə. Bu kvadratın içində 16 dənə var. Baxın, çəkə bilərəm. Buradan bölsəm, 16 dənə kiçik kvadrat var. Və o kvadrat 4 dənə var bu böyükdən. Ən böyükdə 4 dənə o bundan əvvəlki böyük qədər var idi. Ona görə də bu kvadratda artıq 64 yerə bölünəcək. 4 4-üm 16. 64 yerə bölünəcək. 4 yerə böldüm. Bu şəkildə bölsəm. Bu şəkildə də bölsəm. Sonra bu şəkildə də bölsəm. Rəngli hissələr parçalara ayırıram. Hamısını böləcəm. Daha yaxşı aydın olsun deyə. Burada 64 dənə kiçik kvadrat var. 64 dənəni görməyiniz üçün təxmini bölməyə çalışıram bu şəkildə. Bu şəkildə. Deməli, biz rəngli hissəyə uyğun kəsr istəyir. 64 dənə burada kiçik. 16 dənə burada kiçik. Burada da 4 dənə kiçik rəngli hissə. Burada da bir dənə ən kiçik bir dənə. Bunları toplasam 64, 16, 80, 84 və 1, 85. 256 dənə hissə var, kiçik hissə. 85-i rəngdədir. Cavab C variantı. Keçirik 12-ci suala. Keçirik 12-ci suala. Burada k-lımı sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. K-nın ala biləcəyi ən böyük qiymət neçədir? Deməli, burada birinci fikirləşirik necə? LMK-nın cəmi 11-dir. Baxın, LMK-nın cəmi 11-dir. Biz sonra yenə də LMK-nın cəmi 11, bir yadda 12. Yenə LMK-nın cəmi 11, bir yadda 12. Bunu anlamış oluruq birinci buradakı şərtdən. Və K-nın ala biləcəyi ən böyük qiymət neçədir? K 9 ola bilməz. Çünki 9 olsa, bura 2 və 0 qalır. 0 olmaz deyir. Sonra 1 və 1 qalır. Bir-birindən fərqli deyir. Ola bilməz ona görə. Məcbur ən böyük K 8 qalır. 8, 2, 1 yazsaq. Baxın, 8, 2, 1 yazsaq 11. Sonra yenə 8, deməli 1, 2. Yenə də 8, 1, 2 yazsaq. Həqiqətən də neçə alınar? 1221 alınar. K-nın ən böyük qiyməti 9 yox 8 alındı. Keçirik 13-cü suala. Deməli, divar saatı gündə 3 dəqiqə. Bu divar saatı bazar ertəsi günü, ümumiyyətlə həftənin gündən yazsaq, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, deməli, cümə axşamı, cümə, şənbə və bazar. Deməli, bazar ertəsi günü saat 10:00-da deyir. 10:00-da qurulur. Düzgün vaxta görə qurulur. Eyni həftə cümə günü saat 10:00-da. Eyni həftənin cümə günü neçə gün sonradır? 1, 2, 3, 4 gün sonra cümə günü olur. Saat 10:00-da saat neçəni göstərir və 3 dəqiqə geri qalır gündə. Gündə 3 dəqiqə geri qalırsa 4 gün keçdi bazar günündən cümə. Bazar ertəsindən cüməyə 4 gün keçdi. 4-ü vururuq 3-ə. 4 vursun 3. 12 dəqiqə geri qalmalıdır. Ona görə də 10:00-dan 12 dəqiqə çıxırıq. 10:00-dan 12 dəqiqə çıxsaq alınacaq neçə? 48, 9, 48. Cavab B variantı. 12 dəqiqə çıxmaq lazım idi 4 günə görə. Keçirik 14-cü suala. Deməli, burada sağdan və soldan oxunluqda eyni ədədi olanda palindrom ədədi alınır. Bilirik ki, sağdan soldan oxunuşu eyni olan ədədlər palindrom ədədlər adlanır. Məsələn, 313 və yaxud da 4114 bu şəkildə. 1001 və yaxud da 5800 və yaxud da 58885. Sağdan soldan oxunuşu eyni, yəni sağdan da, bedimdə, buradan da, soldan da, sağdan da oxunuşu eyni olsun. Güzgə əksi kimi bir şeydir, yəni elə düşünək. Ədədindən, deməli, bu ədəd hansı ədəddir? Deməli, burada oxumağa ehtiyac yoxdur. Sadəcə olaraq burada böyük bir ədəd görürük. Ən az neçə rəqəm silmək lazımdır ki, palindrom ədədi alınsın. Deməli, palindrom almaq üçün nə etmək lazımdır burada?
Burada bəzilərini silməliyik. Məsələn 4'ü silsək 6 ilə başlayıb, sonra 9 olub. Burada da 4'ü silsək 6 ilə başlayıb 9 olsun, sonra 8 olsun. 6 9 burada da 4'ü silməliyik məcbur. Çünki 6 9 8 6 9 8 belə irəliləyir. Buradan da 7 və 1-dən birini silməliyəm. Çünki pandirom olması üçün. Məsələn ilk biri silsək qalacaq. Sol tərəfdə 6 9 burada 8 qalan ədədləri yazıram 7 8 9 6. Baxın bu pandirom ədəddir. Çünki sağdan da oxunuşu deməli 6 milyon 987 min 896'dır. Yəni soldan oxunuşu bu şəkildə. Sağdan da oxunuşu yenə 3 yerə ayırsam, yenə 6 milyon 987 min 896'dır. Yəni eyni şey alınır. 7 ortada ola bilər fərqli. Belə ki simmetriya kimi düşünsək sağ və sola eynidir. Burada 7'ni silib 1'i də saxlaya bilərdim. Eyni şey alınacaqdır. Neçəsini sildik? 4'ünü sildik. 3'ünü silməklə olmaz artıq. Ancaq 4'ünü silməklə ən azı mümkündür. Pandirom ədəd deməli necə düzəltmək lazımdır. 5'ini də silib pandirom ədəd yaratmaq olar. Məsələn 1 də silsəydik belə bir pandirom ədəddə olardı. Amma 5 yox, bizdən daha az istəyir. Ona görə silmədik. Biz 4'ünü sildik. Keçirik 15-ci sual, son sualımıza. Deməli 1-dən 50'yə qədər natural ədədləri yazmaq üçün istifadə olunan rəqəmlərin cəmi neçə olur? 1-dən 50'yə qədər natural ədədləri yazmaq üçün istifadə olunan rəqəmlərin cəmi neçə olur bizə deyir. 1-dən 50'yə kimi yox. 1-dən hələ ki 1 2 3 4 5 6 7 8 9'a kimi rəqəmlərin cəmi biz bildik ki 1-dən 9'a kimi 45'dir. 45. Sonra keçirik digərlərinə. 11 10 qaldı. 10 yazaq 10. Sonra 11 12 13 14 15 16 17 18 19 20. 20 yazmayayım, 20'ni bu tərəfdən yazıram. Bunların cəmi neçə olacaq? Bir dənə təkcə mərtəbəsinə baxsaq rəqəmlərinə. Bu sıfırı boş verək. 1 2 3 4 5 6 7 8 9. Yenə təkcə mərtəbəsində hamısı 1-dən 9'a kimi davam edir. Ona görə təkcə mərtəbəsinin rəqəmlərin cəmi 45'dir yenə. Və onluqlar mərtəbəsində isə hamısında 1'dir. Neçə dənə 1 var? 10 dənə 1 var. Yəni baxın görürsünüz 10 dənə 1 var. 10 dənə 1'i toplayanda 10 alınacaq. Üstə yenəsin 10. Sonra keçirəm, digərlərini yazıram. Daha bildiğimdə sadə və məntiqi yolla izah edəcəm. 20'den başlayalım. 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 yazmayayım, digər tərəf saxlayacağım. Deməli, biz 20'dən 29'a kimi bütün rəqəmlərin cəmini toplamalıyıq. Yazmaq üçün istifadə olunan rəqəmlərin cəmini, ədədləri toplamırıq. Rəqəmləri toplayırıq. Məsələn, 11'i toplamırıq. 11'in rəqəmlərini toplayırıq. Yəni problem oradadır. Yenə təkliklər mərtəbəsinə baxsaq, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Təkliklər mərtəbəsinin rəqəmlərin cəmi 45'dir. Yenə 1-dən 9'a kimi rəqəmlərin cəmi 45. Onluqlar mərtəbəsi hamısı 2'dir. Neçə dənə 2 var? 10 dənə 2 var. 10 dənə 2 varsa artıq nə edəcəm? 20 yazacağım. Bütün onluqlar mərtəbəsində burada 2'dir. 45 plus 20 yazacağım artıq. Sonra keçirik 30'lara başlayırıq. 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39. Burada yenə təkliklər mərtəbəsi 45, rəqəmlərin cəmi, onluqlar mərtəbəsi isə 3'lərdir. 3 dənə 10'um 30. Sonra 40'ları yazaq. 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49. Təkliklər mərtəbəsi 40'larda hamısı 45'dir rəqəmlərin cəmi. 45. Onluqlar mərtəbəsi isə deməli 4'ü 10'a vuranda 40, 140. Bir də 50 var. 50'nin də rəqəmləri cəmi 49'dan sonra bir də 50. 1-dən 50'yə kimi deyir. 50'nin rəqəmləri cəmi 5'dir. İndi bu rəqəmlərin cəmini toplayaq. 45'i burada 1, 2, 3, 4, 5. 5'ə vursaq alınacaq 225. Üstə gəlsin. 10, 20, 30, 40'ı toplayanda 100. Plus buradakı 5. Buradakı 5 də yazaq bərabərdir. 225'in üstünə 5 gəlsək
alınacaq 230, üstünə 30, 100 gəlsə eləyəcək 330. Birdən 50-yə kimi rəqəmlərin yazdıqda, ədədləri yazdıqda istifadə olunan rəqəmlərin cəmi alındı 330. Yenə deyirəm, burada ədədləri toplamadım. Rəqəmləri topladım. Buna diqqət etməlisiniz. Bugünkü video izah bura qədər. Növbəti video izahlarda görüşənədək sağ olun. Ümid edirəm ki, sizin üçün yararlı oldu. Sağ olun, görüşərik.